Xoş gördük dəyərli müəllimlər və müəllim olmaq üçün hazırlaşan yoldaşlar. Mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili müəllimi Fariz müəllim Axundzadə. Bu gün sizlər üçün Müəllim Hazırlıq Mərkəzi tərəfindən sertifikasiya imtahanı üçün keçirilən ümumi sınaq imtahanı 4-ün izahını çəkəcəm. Bu sınaq ibtidai sinif müəllimləri üçün təşkil olunmuş bir sınaqdır. Başlayaq izaha. Sonra zərfin antonimi hansı cümlədə işlənib? O özündən əvvəl, sonra zərfinin antonimi əvvəl ola bilər, amma burada diqqət yetirməliyik ki, zərfin antonimi elə zərf olsun, qoşma və yaxud digər nitq hissəsi olmasın. Burada əvvəl sözünün önündə baxıraq çıxışlı hal var. Deməli, burada əvvəl sözü qoşmadır, işimizə yaramayacaq. Zaman keçdikcə yaraları onu əvvəlki kimi. Burada əvvəlki sözü ümumiyyətlə sifətdir. Əvvəlki. Ona görə zərflə antonim ola bilməz. Daha sonra bunlar illərdən bəri. Bəri sözünün əvvəlinə çıxışlı hal var. Bəri sözü qoşmadır. Bunu sənə qabaq da dəfələrlə söyləmişdim. Burada qabaq artıq zaman zərfidir. Sonranın antonimi ola bilər. Ona görə cavabımız D variantı olacaq. Aynur ondan qabaq. Burada da qabaq sözünün əvvəlinə çıxışlı hal var. Deməli, bu da qoşma olmuş olacaq. Keçək digər suala. Digər sual mətn sualıdır. Mən mətni əvvəlcədən oxumuşam. İndi variantlar üzərindən sizə izah eləməyə çalışacağam. Burada mətn ideyasını bizdən soruşur. Xarici aləmdə qarşılaşdığımız çətinliklərin əksəriyyəti obyektiv maneələrdir və onlarla mübarizə qaçılmazdır. Bu mətn ideyası deyil. Bax, mətn ideyası E variantı olacaq. Həyat bizə qarşı qərəzli deyil. O bizim dünyaya ötürdüyümüz münasibətin bizə geri qayıdan əks sədasıdır. Mətnə əsasən görərik ki, E variantı doğru fikirdir. İnsan öz hərəkətlərini kənardan baxa bilmədikdə cəmiyyətdəki neqativ halların səbəbini başqalarında axtarmağa meyilli olur. Mətndə ümumiyyətlə bundan söhbət getmir. Qorxu insanı və canlıları real olmayan düşmənlərə qarşı müdafiə olunmağa məcbur edən ən güclü instinktdir. Burada C variantı doğru fikirdir. C'nin yanlış olduğunu deməyəcəm, amma mətn ideyası səviyyəsində olan bir fikir deyil. Ona görə C-ndə çıxırıq. Şəxsiyyətin özünü dərk etməməsi və daxili narahatlığı onun ətrafındakı hər şeyi təhlükə kimi qavramasına səbəb olur. Burada sırf təhlükədən söhbət getmir. Söhbət ondan gedir ki, E variantını təkrar oxuram. Həyat bizə qərəzli deyil. O bizim dünyaya ötürdüyümüz münasibətin bizə geri qayıdan əksidir. Üçüncü suala baxırıq. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq. Yalnız bir cümlə üçün doğrudur, hər iki cümlə üçün doğrudur. Bütün cümlə özləri söz birləşməsi ilə ifadə olunmuşdur. Qocalıb əldən düşdüyü üçün ev işlərini özü həll edə bilmirdi. Burada özü mübtəda və nitq hissəsinə ifadə olunub. İkinci cümləyə baxaq. Fərid sirrin üstünü açmaq üçün hər yola əl atacağını bildirdi. Burada da Fərid mübtəda nitq hissəsinə ifadə olunub. Bütün cümlə özləri söz birləşməsi ilə ifadə olunmuşdur. Fikri heç bir cümləyə aid deyil. Biri çıxırıq. İsmi birləşmə ilə ifadə olmuş cümlə özü yer almışdır. Birinci cümləyə baxsaq, qocalıb əldən düşdüyü üçün ev işlərini edə bilmirdi. Burada ev işləri ismi birləşmədir. Birinci cümləyə aid doğrudur. Gəlin ikinci cümləyə baxaq. Fərid sirrin üstünü açmaq üçün hər yol əl atacağını bildirdi. Nə etdi bildirdi? Kim bildirdi? Fərid nəyi bildirdi? Sirrin üstünü açmaq üçün hər yola əl atacağını. Burada acaq fe'li sifət tərkibidir. Özündən əvvəlki sözləri başına yığaraq tərkib yaratmış olur. Burada tərəddüd edə bilərsiniz ki, sirrini üstünü açmaq üçün məqsəd zərfliyi niyə götürmədik? Sirrini üstünü açmaq üçün bildirdi. Məqsəd zərfliyini xəbərlə burada uzlaşdıra bilmirik. Ona görə sirrin üstünü açmaq üçün hər yola əl atacağını bildirib. Yəni sirrin üstünü açmağı bildirməyib. Sirrin üstünü açmaq üçün hər yola əl atacağını bildirib. Ona görə bu cümlə belə təhlil olunur və ismi birləşmələ ifadə olmuş cümlə yer almışdır fikri birinci cümləyə aiddir. Ona görə 2-ni doğru olaraq götürürük. Xəbər şəxsə və zamana görə dəyişən düzəltmə fe'llə ifadə olunmuşdur. Birinci cümləmizin xəbəri qocalıb əldən düşdüyü üçün ev işlərini özü edə bilmirdi. Edə bilmirdi burada mürəkkəb fe'ldir. Amma ikinci cümlənin xəbəri bildirdi. Bu formada təhlil olunur. Şəxsə və zamana görə dəyişən, yəni təsriflənən fe'ldir. Eyni zamanda düzəltmədir. Bu da ikinci cümləyə aiddir. Yəni yalnız bir cümləyə aid olaraq doğru götürürük.
hər iki cümlə üçün doğrudur. Sadə sözlə ifadə olunmuş cümlə özvü sintaktik əlaqədə əsas tərəfdir. Birinci cümləyə baxsaq, ev işləri köhnə adı ilə desək, ikinci növ təyini söz birləşməsidir. Aralarında idarə və uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsinə əsasən burada ev sözü əsas tərəfdir. Eyni zamanda sadə sözdür. İkinci cümləyə baxsaq, Fərid mübtədası bildirdi xəbəri ilə əlaqəyə girib və sadə olan mübtəda eyni zamanda əlaqədə əsas tərəfdir. Ona görə 5, daha doğrusu 4 hər ikisinə aid doğru fikirdir. 5-ə baxaq. Əsas tərəfi frazeoloji birləşmələ ifadə olunmuş söz birləşməsi səbəb zərfliyinin ifadə vasitəsidir. Əsas tərəfi frazeoloji birləşmələ ifadə olunmuş söz birləşməsi səbəb zərfliyi. Siz diqqət yetirsəniz, ikinci cümlədə heç zərflik yoxdur. Ona görə 5 hər iki cümləyə doğru ola bilməz. Yalnız birinci cümləyə aiddir. Qocalıb əldən düşdüyü üçün qoşmalı birləşmədir. Eyni zamanda səbəb zərfliyi olub. Qoşmalı söz birləşməsi ilə ifadə olmuş cümlə özü təsriflənən feili izah edir. Siz ikinci cümləyə baxsanız, burada qoşmalı söz açmaq üçün özü elə tərkibin daxilindədir. Ona görə ayrıca cümlə özü deyil, 6-da yanlışdır. Düzgün cavabımız 2, 3, 4, yəni B variantı olmuş olur. Digər suala baxaq. Mətnin strukturu ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Bu struktur sualları imtahanlara istifadə olan bir sual tipidir. Burada son dərəcə diqqətli olmaq lazımdır. Baxaq, ikinci abzasın 2 hissəyə bölünməsinə ehtiyac var. İkinci abzas buradan başlayır, gəlin oxuyaq. Birinci Ptolomey Soter zamanında başlanan inşaat işləri onun oğlunun hökmdarlığı dövründə başa çatdı. Tikinti 5 il davam etdi. İskəndəriyyə mayakı qədim Yunanistanın ən böyük mayakı idi. Müxtəlif mənbələrdə burada İskəndəriyyə mayakı görürsünüz, artıq bu yeni bir fikrə gedir. Bura qədər başqa bir fikirdir. İskəndəriyyə mayakı ilə başlayan cümlə yeni abzasa keçməlidir. Onun üçün bir də burada bir doğru fikirdir. Bizdən də doğru olanı müəyyənləşdirmək istəyir. Sonuncu cümlədən öncəki cümlənin çıxarılması mətnin məzmununa xələl gətirməz. Sonuncu cümlə buradan başlayır. Bundan öncəki cümlə də buradan başlayır. 7-ci əsrdə abidə gündüz mayakına çevrildi. Buradan başlayacaq, yox, buradan. Tikintiyə 955-ci ildə baş verən zəlzələ və fırtına çox ciddi zərər dəydi. Bu, təbii ki, önəmli bir cümlədir. Çıxarsaq xələl gətirməz fikri yanlışdır. Xələl gətiriləcək, ona görə 2-ni çıxırıq. Mətnin hər üç tərkib hissəsini müəyyən etmək mümkündür. Bəli, baxın, bu hissə mətnin giriş hissəsidir. Bu hissə mətnin nəticə hissəsidir. Ortada qalan hissələr isə mətnin əsas hissəsidir. Ona görə 3 də doğrudur. Nümunədə mətnlə məna baxımından əlaqələnməyən cümlə vardır. Xeyr, mətni oxusa görəcəksiniz ki, heç bir cümlə mətndən əlaqəsiz deyil. Ona görə düzgün cavabımız elə 1 və 3 B variantı olacaq. İsmi xəbərli cümləni müəyyənləşdirin. Vəzifəmiz sizlərə daha yaxşı xidmət etməkdir. Bilirsiniz ki, təsriflənməyən formalardan məsdər və feili sifət ismi xəbər sayılır. Etməkdir məsdər olduğu üçün bu ismi xəbər olacaq. Mən istəmirəm sənin bura gəlməyini. Bu cümlədə inversiya var. Xəbəri həmişə sonunda axtarmayın. Burada istəmirəm xəbərdir və təsriflənən feillə ifadə olunduğu üçün feil xəbər olacaq. Bugün direktor gözləmədən istefa verdi. İstefa vermək, bu da təsriflənən feillə ifadə olunub. Ona görə feili xəbər olacaq. Köçkünlərin qalmağa yeri, yeməkləri yoxdur. Predikativ sözdür, yox predikativ sözdür. Bunun digər adı söz xəbərdir. Predikativ sözlər sual tələb etmədən ismi xəbər olmuş olur. 4-də götürürük. 5-ə də diqqətlə baxsaq, əsas tərəfi an, ən feili sifətlə ifadə olunub. Feili sifətdə ismi xəbər sayılmış olur. Ona görə düzgün cavab 1, 4, 5, yəni B variantı olacaq. Əgər bu cümlələrin təhlili sizə maraqlı gəlirsə, yəni xəbərin nə olması sizə maraqlı gəlirsə, sizlərə daha yaxşı xidmət etməkdir, birlikdə xəbər olur. Burada istəmirəm xəbərdir, burada istefa verməkdir. 4-cü cümlədə yoxdur xəbərdir. 5-də də səbuhu hər işə məsuliyyətlə yanaşmağı hamıdan yaxşı bacarandır. Hər işə məsuliyyətlə yanaşmağı hamıdan yaxşı bacarandır olur birlikdə xəbər, çünki feil sifət tərkibidir. Səbuhda olur mübtəda. 6-cı suala baxaq. Mətn haqqında düzgün fikirdir. Mən mətni oxuduğum üçün sadəcə variantlar üzərindən sizə izah etməyə çalışdım. Müsbət relyef formaları öz aralarında təsnif olunduğu halda mənfi relyef formaları bir formada olur. Bax, mənfi relyef formalarının təsnifi yoxdur. Bu demək deyil ki, onların bir formada olduğunu düşünək. Ona görə A yanlışdır.
Dağların yüksək nöqtələrini birləşdirən xəttlər yağıntını yalnız bir istiqamətə yönəldir. Baxın, su ayırıcı dağın üzərinə düşən yağıntını müxtəlif istiqamətə ayırır. Ona görə biraz daha əvvələ qayıtsaq, dağların ən yüksək nöqtələrini birləşdirən şərti xətt su ayırıcı və yal adlanır. Su ayırıcı dağın üzərinə düşən yağıntını müxtəlif istiqamətə ayırır. Amma burada deyir ki, yalnız bir istiqamətə ayırır. B onun üçün yanlış olacaq. Buzlaqların fəaliyyəti müxtəlif dağ hissələrinin formalaşmasına rol oynayır. Gəlib bura baxa bilərsiniz ki, baxın. Pik buzlaqların fəaliyyəti nəticəsində yaranır. Pik də bir səviyyə olduğu üçün görüb, deməli, buzlaqlarda bir səviyyə yarada bilər. Ona görə C doğru fikirdir. Aşırımların hündürlüyü təpənin hündürlüyü ilə müqayisədə daha yüksəkdir. Bunu deyə bilmərik. Təpə və dağın eyni adlı hissələri hündürlüyünə görə fərqlənir. Belə bir fikir mətndə yoxdur. Yəni, təpənin hissələri ümumiyyətlə danışmır. 7-ci suala baxırıq. Hansı cümlədə eyni suala cavab verən isimlər müxtəlif hallardadır? Ev təmir olunmalı idi. Atam usta çağırdı. Təmir olunmalı idi. Nə ev adlı halda olan isimdir, nə sualına cavab verir. Eyni zamanda usta sözü burada qeyri-müəyyən təsirli haldadır və bilirsiniz ki, qeyri-müəyyən halların sualda yalnız nə sualdır. Ona görə burada ev və usta sözü isimləri hər ikisi nə sualına cavab versə də ev adlı haldadır, usta isə qeyri-müəyyən təsirli haldadır. Ona görə burada düzgün cavabımız A olmuş olacaq. 8-ci suala baxırıq. Mətnin ideyasına uyğun gəlməyən cümləni bizdən soruşur. Aha. Bir dəfə deyilmiş acı söz 1000 dəfə xatırlanır. Bu doğru fikirdir. Mətnin ideyasına uyğundur. Söz yarası bıçaq yarasının dəyərindir. Bu da tam uyğundur. 1000 sözlə dost qazanar, bir sözlə itirərsən. Burada ümumiyyətlə dost qazanıb itirməkdən söhbət getmir. Qarşımızdakı insanlara mənfi davranışımızın, daha sonra həmin mənfi davranışın onlarda necə iz buraxdığından söhbət gedir. Ona görə burada C əslində uyğun deyil. Üzr istəməklə izləri silmək çətindir. Bəli, doğru fikirdir. Dil yarası ən dərin və sağalmaz yaradır. Mətnə əsasən E-də doğru olmuş olacaq. Cədvəldə hansı rəqəmlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunur? Yerindən asılı olaraq iki cür təhlil olunan, həm də iki müxtəlif şəkildə düşünülə bilən feildir. Belə çıxır ki, bu şərti ödəməyən bir dənə variant burada var. Tərkibinə görə iki cür təhlil olunsa da feilin yalnız bir şəkildə düşünülə bilən sözdür. Bu şərti ödəməyən bir söz də burada var. Biz bunları tapıb yerini dəyişdirməliyik. Gəlin baxaq. Keçirsə sözü, baxın, iri leksik şəkildə götürsəniz sasə olur. Burada şərt şəkildirsə bu feil şərt şəklində sayılır. Amma siz iri qrammatik götürsəniz, bu zaman bu feil xəbər şəklində sayılır. Sa isənin qısaldılmışıdır. Yaxşı, müəllim, necə bilək? İri leksik götürə bilərik, yoxsa yox? İrdən sonra maq artır. Keçirməkdir. Birinci sözdə ən az iki şəkilçi olduğu müəyyənləşdirir. Sonra sasədən əvvələ maq artır. Keçirmək deyə bilirsən, bilirsən. Deməli, iri bir dəfə leksik, bir dəfə qrammatik götürə bilərsən. Ona görə bir, həm iki cür təhlil olunur, həm də iki şəkildə düşünülə bilir. Başladım. Baş sözün kökü başla, başlat. Burada iltisaqlı pozulub, t-dan sonra sait gəlir üçün d-ya keçib, leksik şəkilçi olur. Bu zaman ım olur şəxs onluğu, bu feil əmr şəklində sayılır. Eyni zamanda bu feili başqa cürə təhlil etmək olar. Baş sözün kökü başladığımız zaman m-nı şəxs onluğu kimi düşünə bilərsiniz. Bu zaman bu feil də deməli xəbər şəklində sayılmış olur. Ona görə ikinci feildə həm müxtəlif cür təhlil olunur, həm də müxtəlif şəkillərdə sayıla bilər. Üçüncü sözə baxaq. Qaçırdı. İki şəkilçi olduğu müəyyənləşdir. Ir və d şəkilçidir. Son şəkilçidən əvvələ maq artır. Qaçırmaq deyə bilirsən, bilirsən. Deməli, ir-i bir dəfə leksik düşünə bilərsən. Bu zaman ir leksik olur, d olur şu keçmiş zaman xəbər şəklində sayılır. Bir dəfə də sən ir-i zaman, indiki zaman götürürsən, d-nı idinin qısaldılmışı sayırsan. Məsələ buradır ki, yenə də xəbər şəklində sayılır. Düzdür, sadəcə birinci təhlildə ir leksik olacaqdır, d şu keçmiş zaman şəkilçisi olur. İkinci təhlildə elə ir özü indiki zamanda, d idinin qısaldılmışıdır. Belə çıxır ki, bu feili iki cür təhlil eləsək də, amma bir şəkildə sayılır. Amma bizə deyir ki, iki müxtəlif şəkildir. Deməli, bu iki müxtəlif şəkil hissəsini ödəmir. 3 yanlışdır, 3 keçməlidir bu hissəyə. Aha, gəlin bunu pozaq, təhlil eləyək sonra. İndi digərə baxaq, itirdi.
İki dənə şəkilci olduğunu müəyyənləşdirirsən, sonuncu şəkildən əvvəla maq artırırsan. İtirmək deyə bilirsən. Deməli, iri bir dəfə leksik götürə bilərsən. Dini şühudi keçmiş zaman kimi. Bu zaman bu feil xəbər şəklində sayılır. Bir dəfə də iri indiki zaman d-nı idinin qısaldılmışı götürsən, yenə xəbər şəklində sayılır və bu şərti ödəyir. Yəni iki cür təhlil olunsa da, amma bir şəkildədir. İtirsə, baxaq, iki şəkilçi olduğu müəyyənləşdir. Sondan əvvəlki şəkilçiyə maq artır. İtirmək deyə bilirsən, bilirsən. Deməli, iri burada leksik düşünsən, sasə olacaq şərt şəkilçisi. Bir dəfə də sən iri indiki zaman kimi düşünsən, bu zaman olur xəbər şəkili, şəklində olan feil və sasə olur şərt şəkili. Ya da üzr istəyirəm, sənin qısaldılmışı. Deməli, belə çıxır ki, 5-dəki olan feili həm iki cür təhlil etmək olar, həm də iki şəkildə düşünmək olar. Ona görə bir şəkildədir şərtin ödəməli üçün 5 yanlışdır. Qopardı, yenə iki şəkilçi olduğunu müəyyənləşdirirsən. Qoparmaq deyirsən, ar olur leksik, d olur şühudi keçmiş zaman. Bir dəfə də ar olur qeyri-qəti gələcək zaman, d olur idinin qısaldılmışı. Bu feil iki cür təhlil olunsa da bir şəkildə düşünülə bilər. 6 doğrudur. Belə çıxır ki, biz 3 ilə 5-in yerini dəyişsək, cavabımız doğru olmuş olacaq. Ona görə E variantı olur bu sualın cavabı. Növbəti suala baxaq. Uyğunluğu müəyyənləşdirin. Sözdəki samitlərin hamısı kardır. Saitlərlə samitlərin sayı bərabərdir. Kar samitlərlə cinitli samitlərin sayı bərabərdir. Tələffüz yazmalıyıq. Cis cin olacaq. Radio əlavə olacaq. İttifaq belə olacaq. Fasad bu formada. Həmkarlıq bu formada olmuş olacaq. İndi baxırıq. Deməli, samitlərin hamısı kardır. Burada m var. Burada d var. Burada d var. Burada m var. Fasad hamısı kardır. D-ni D variantını yazırıq bura. Saitlərlə samitlərin sayı bərabərdir. Baxaq görək hardadır. Burada samit daha çoxdur. Burada samit daha çoxdur. Burada samit daha çoxdur. Burada samit daha çoxdur. Radioda 1, 2, 3 dənə samit var. 3 dənə də sait var. B-ni yazırıq bura. Daha sonra kar samitlərlə cinitli samitlərin sayı bərabərdir. Cis-gində 1, 2 dənə kar, 1, 2 dənə cinciltili A-nı yazırıq bura. B-ni və D-ni onsuzda çıxmışıq. E-də 1, 2, 3 dənə kar var. 2 dənə cinciltili var, ödəmir. Biz dəqiq bir dəfə sayaq, görək bir, necə ödəmir. 1 kar, 2 kar, həm karlıq, 3 kar, düzdür. 1 cinciltili, 2 cinciltili, 3 cinciltili, E də ödəyir, üzr istəyirəm. Hansı qaldı? C də ödəmir, C-ndə çıxırıq. 1D, 2B, 3A, E var, mələ cavab var. C niyə ödəmir, sizə deyim də. 1 kar, 2 kar, 3 dənə kar var, burada bir dənə D-dır cinciltili. Növbəti suala baxaq. 11-ci suala baxırıq. İskəndəriyyə maykına aid edilə bilməz deyir. Dövrün tikililəri üçün ölçü meyarı olmaq, bəli, o dövrdə tikilən ən qədim, eyni zamanda ən hündür, gəmilər üçün yol göstərən yaxşı tikililərdən biridir. Onun üçün dövrü üçün tikilər üçün meyar olmaq rolunu oynaya bilər. Bir əsr yarım müddətli fəaliyyət dövrü, bəli, 1500 deyir. Belində çıxırıq. Təbii fəlakətlərə zərər çəkmək, bəli. Zəlzələ, fırtınada ciddi zərər çəkib. İlk günkü fəaliyyətin sonuna qədər qoruya bilməmək, bəli. Əvvəllər gecə idi, amma indi gündüzlər belə günəş işığını dənizə əks etdirmək məqsədlə hazırlanmış cilalı bürünc oynaqlar, aynalar mayaka qeyri-adilik gətirirdi. Deməli, əvvəl gündüz gecə istifadə olunur, indi isə gündüz istifadə olunur, deyə doğrudur. Nil çayının başlanğıcının götürdüyü yer başlanğıc mənbədir. Amma burada yazıb ki, Nil çayının mənsəb bitdiyi yer. Başlanğıcın yox, burada mənsəb bitdiyi yerdir. Ona görə səhv cavab E olmuş olacaq. Növbəti sualına davam edək. Hansı cümlədəki qoşmalar əsas nitq hissəsi ilə amonimdir? Bir aydan sonra, buradakı sonra qoşması sonra zərfindən amonimdir. Daha sonra danışıqlar, qarşı tərəf, burada qarşı onsuz da öz əsas nitq hissəsidir.
Xəzan olub tökülürəm, viranə bağlar kimi bənzətmə qoşması da əvəzli namayn ola bilər. Səndən başqa, burada başqa qoşması sifətlə namayn ola bilər. Sizdən savay amonim olunur. Yadlar ilə ömür sürür həsrətdə bir gün olur. Burada ilə qoşma olsa belə əsas sintaksiyası yox, kömək sintaksiyası olan bağlayıcı namoyimdir. O görə düzgün cavab 1-4 A variantıdır. Bizdən əsas sintaksiyası soruşur. Vergül işarəsindən mürəkkəb cümlənin komponentləri arasında istifadə edilib. Baxaq. Sevmək, əzab çəkmək, sevmək yaşamaqdır. Burada ixtisar olunub, sevmək, əzab çəkməkdir. Sevmək yaşamaqdır. Yaşamaqdır, sevməmək, əzab çəkməkdir, sevmək. Onun üçün bir doğru fikirdir. Daha sonra məktəb təhsilin sonu deyil, başlanğıcıdır. Burada sonu deyil, başlanğıcıdır xəbəri hər ikisi məktəbə aiddir. Təhsilin sonu deyil, belə təhlil olunur, başlanğıcıdır. İradənə hakim ol, lakin vicdanına əsr ol. Hər ikisi sən mübtədasına aiddir, sadə xəbərlər var, daha doğrusu sadə cümlədir. Susmaq böyüklükdür, sadəlikdir və sən bunları təzahür etdirməlisən. Dördüncü cümləyə diqqətli olmaq lazımdır. Mürəkkəb cümlədir, amma vergül mürəkkəb cümlənin tərəfində işləməyib. Burada bura qədər bir cümlədir, buradan sonra bir cümlədir. Görün, vergül harada işlənib? Vergül birinci sadə cümlənin tərkibində işlənib. Cümlələr arasında bağlayıcı var, vergül yoxdur. Dördü çıxırsınız. Ana sevgisi dağlardan ucadır, ana sevgisi dənizlərdən dərindir. Ucadır nə ana sevgisi, dağlardan ucadır nə ana sevgisi, ana sevgisi dənizlərin dərindir. Dənizlərin dərindir nə ana sevgisi. Burada ayrıca mübtəda var. Deyə bilərsiniz, hər ikisi ana sevgisidir. Olsun, hər ikisinin ana sevgisi olmasının önəmi yoxdur. Əsas odur ki, hər xəbərin ayrıca mübtədası var. Ona görə 5-də mürəkkəb olur. 1-5 bu sualın cavabı D variantı olmuş olur. 14-də baxaq. Mətnlə bağlı doğru fikri bizdən soruşur. Baxaq. Mayak həm gündüzlər, həm də gecələr işıq əks etdirə bilərdi. Bu doğru fikirdir. Bayaq dedik, gündüzlər belə, günəş işığı eyni zamanda gecələrdə var. Yazır ki, 50 kilometrdən onun işığı bilinirdi. Ona görə bizdən doğru fikir deyir deyə biri götürürük. Üç yaruslu güllərin zirvəsində tonqal qalanıdır. Bu doğru fikirdir. Bunu görə bilərsiniz mətndə. Baxaq görə tapa biləcəm onu sizə. Baxın, qarşısında tonqal yandırılırdı. Tonqalı görə bilərik. Tonqal qalanırdı. 2 də doğrudur. Cilalı gümüş aynalar mayaka qeyri-adi görünüş gətirir. Burada da cilalı bürüncü aynadır görürsünüz. 3 yanlışdır. Cilalı, üzr istəyirəm. 4 yanlışdır. Mayakın tikintisinə yadelli memar rəhbərlik edirdi. Xeyr, yadelli memar deyil. 3 də yanlışdır. Mayakın tikinti zamanı hakimiyyət dəyişikliyi baş verib. Bəli, dəyişiklik baş verib. Soter zamanında başlayan inşaat onun oğlunun hakimiyyətidir. Ona görə 5-də götürsək, düzgün cavab var mənim cavab 1-2-5 bəli var variantı. 16-cı suala baxırıq. Daha doğrusu 15-ci suala baxırıq. Biliyi olub onu işlətməyən adam yeri şumlayıb toxum səpməyənə bənzər cümləsinə bağlı doğru fikir. Xəbər sadə feillə ifadə olunmuşdur. Baxaq. Biliyi olub onu işlətməyən adam yeri şumlayıb toxum əkməyənə bənzəyir. Nə edir? Bənzəyir. Bənzəmək sadə feildir. Bir doğrudur. İkinci dərəcəli üzrlərin hamısı işlənmişdir. Təhlil etçilər biliyi olub onu işlətməyən adam yeri şumlayıb toxum əkməyənə bənzəyir. Nə edir? Bənzəyir kim? Adam. Hansı adam? Biliyi olub onu işlətməyən adam. Yeri şumlayıb toxum səpməyənə bənzəyir. Kimə bənzəyir? Yeri şumlayıb toxum səpməyənə. Görürük təyinlə tamlıq var. Ona görə 2-ni çıxırıq. Təyin, mübtəda, tamlıq xəbər. Təyin, mübtəda, tamlıq xəbər. 3 doğrudur. Cümlədəki ikinci dərəcələr feili sifət tərkibində ifadə olunmuşdur. Anən, bənzəyən, səpməyən, anən. 4 doğrudur. İsmin birləşmələ ifadə olunmuşdur. Adam ismin birləşmə deyil, sadəcə isimdir. 1-3-4 variantı. Nəyi müəyyənləşdirmək mümkün deyil? Baxaq. Buna görə suallar haradadır? Buradadır. 21-ci əsrin əvvəllərinə etibarən Azərbaycan qaz nəqli şəbəkəsinin genişlənmişdir. Burada genişlənməsi yox, sadəcə hələ qaz nəql etməyə başlayır. Hələ ilk olaraq başladığından deyir. Genişləndirməyini görmürük.
Azərbaycan beynəlxalq enerji layihələrinin iştirakçısıdır. Beynəlxalq enerji layihələrinin iştirakçısı deyə bilmərik ki, də yanlış olmuş olacaq. Belə deyək də, mətni dəqiqləşdirə bilmədiyimiz fikirlərdir. Biz belə bir nəticəyə gələ bilərik, amma mətni əsasən dəqiqləşdirə bilmirik. Azərbaycan layihələrinin maliyyə mənbələrinə olan ölçülərdən birinə çəkilmişdir. Bəli, ən azından elə layihənin belə deyək də, o qaz Azərbaycandan gedirdi. Üçü doğru olacaq. Azərbaycan regional və qlobal enerji siyasətində aparıcı rol oynayır, mətndə görmürük. Deməli, müqavilələrdən sonra Avropanın enerji tələbatının böyük hissəsi Azərbaycan qazı ilə ödənilir. Bu da doğru fikirdir. 1, 2, 4 C variantı olmuş olacaq. Bu tipli suallarda öz təxminimizə yox, konkret olaraq mətninə əsaslanmaq lazımdır. Məsələn, bu mən səhv dediklərimi ola bilsin siz öz təfəkkürünüzə əsasən doğru hesab edirsiniz. Amma niyə? Gedin mətninə baxın, görün. 1-in və yaxud da 2-nin konkret olaraq mətnində görürsünüzmü? Xeyr, onu konkret olaraq görmədiyimiz üçün mətnə əsasən müəyyənləşdirə bilmirik. Bütün sözlər orfoqrafik cəhətdən düzgündür. Kasetdə 2 olmamalıdır. Koridor yazılmalıdır. Hipotek yox, ipoteka yazılmalıdır. Təşkilat yazılmalıdır. Onun düzgün cavab ilə D olmuş olur. Verilmiş mətn 2 abzasdan ibarətdir və 1 abzas şəklində verilmişdir. 2-ci abzas hansı sözlə başlayır? Diqqətli oxumaq lazımdır. Sağlam cəmiyyət fərdi insanları sevmək qabiliyyətini inkişaf etdirir. Yaradıcı əməyi ağlın inkişafına, obyektivliyi, yaradıcı gücün hiss edilməsinə, söykənən mənninə sahib olmasına stimullaşdırır. Sağlam cəmiyyətdən söhbət getdi, bitdi. İndi xəstə cəmiyyətə keçəcəkdir. Bu artıq yeni abzasda olmalıdır, yaxşı? Ona görə cavab olacaq B variantı. İsə bağlayıcısı sizi burada çarıxdırmaz. Bura qədər sağlam cəmiyyətdən danışdı. Artıq xəstə cəmiyyət yeni bir fikirdir. Müəllim, ikisi də cəmiyyətdə axı bir-birinin davamı deyilmi? Xeyr, bir-birinin davamı deyil. Zaten mətindir. Cümlələr bir-birindən oxşardır. Mətindir. Ümumi məzmun baxımından oxşardır. Amma baxın, görün, eyni belə deyək də fikirdirmi? Xeyr, artıq başqa bir xəstə cəmiyyətini danışdığı üçün yeni abzasa keçməlidir. Asıl tərəf hərəkətin subyektini bildirən fe'li birləşmə. Dünən gələnlər burada zamandır. Seyran gül dərəndə onların qoxusundan bihuş olurdu. Aha. Burada nə edirdi? Bihuş olurdu. Kim? Seyran. Seyrin ayrıca mübtələdir deyə. Burada subyekt olmuş olmayacaq. Yəni, aslı tərəfin subyekt olmayacaq. Aydındır. Aslı tərəfin subyekt olsun deyir. Bura gül dərəndədir. Gül də aslı tərəf. Seyrin aslı tərəf deyil. Seyrin ayrıca mübtədadır. Turistlər gələrkən, bura turistlər gələrkən yolda maraqlı hadisə baş verdi. Baş verdi. Nə hadisə mübtədadır? Turistlər gələrkən birləşmədir və turistlər subyekt aslı tərəfdə cavab C-dir. Hansı cümlədə o, bu əvəzdən sonra vericil qoyula da bilər, qoyulmaya da bilər. Burada özdən sonra bütün əvəzli gəlib qoyula bilməz. Burada özdən sonra biz əvəzli gəlib qoyula bilməz. Burada özdən sonra mən əvəzli gəlib qoyula bilməz. Bu günlər, hansı günlər yalnız hansı sonuna cavab verir, qoyula bilməz. Burada cavab olur C variantı. O, evin bağbanı Məmməd Ağa əmidir. Məmməd Ağa əmidir. Kim o? Bir də hansı evin bağbanı? O evin bağbanı. Hansı desən qoymayacaqsan, kim desən qoyacaqsan. Cavabın C variantıdır. Mətnin məzmunu ilə səsləşməyən aforizmi bizdən soruşmuş olur. Deməli, baxaq. Ölüm zalımı da, zəifi də eyni sükuta qərq edir. Doğrudur. Ən dəbdəbəli saraylar belə torpağın bərabərləşdirici hökmünü dəyişə bilmir. Doğrudur. Kölgəsi böyük olan ağac günəşin altında deyil, torpağın dərinliyində dayanır. Burada ondan danışır. Burada ondan danışır ki, yəni kral, sənin atan da bir vaxtlar sənin kimi şan şöhrətli idi, varlı, dövlətli idi, amma indi onun sümükləri, kasıb adamların sümüklərindən seçilmir. Ölümün bərabərliyi həyatın bütün ədalətsizliklərini susturacaq yeganə sükutdur. Doğrudur. Zəfər səsləri unudulur, amma haqsızlıq, zəfər və haqsızlıqdan danışmır. 3-5 D variantı olacaq. 22-yə baxaq. Hansı bənddəki amonim həm də çox mənalı sözdür? Bu əzbərinizə dayanan bir suallardır. Cavab daşla sal olacaq. Daş isim və daşmaq feili kimi amonim olur. Mənim səbir kasam daşlı desəz çox mənalı olacaq. Sal isim və feil ola bilər. Necə isim olur? Suyun üzərində taxta parçası olur. O özü üzür. Ona sal deyirlər. Bu zaman isim olur. Necə çox mənalı olur deyirsə, deyirəm ki, mənim yadıma salarsan bu zamanda çox mənalı olmuş olur. Cavab B variantıdır. Növbəti suala baxaq. Mətndə əsasında hansı nəticə gəlmək olar? Filiz faydalı qazıntıların yayılması regionlara görə fərqlənir. Bəli, müxtəlif region adlarını görə bilərsiniz. Ona görə bir doğrudur.
Endogen proseslər ümumiyyətlə belə bir şeydən danışılmayacaq. Yəni iki doğru deyil. Filiz yataqları iqtisadi baxımdan mühüm xammal mənbəyidir. 3 də doğrudur. Filiz faydalı qazıntılar çoxmərhələli emal prosesi. Çoxmərhələli emaldan danışmayacaq. Ona görə 1-3 E variantı olacaq. 24-də baxaq. 24. Frazeoloji birləşmələrin həqiqi mənalı qarşılığı ilə bağlı uyğunluğu bizdən soruşur. Deməli, nəfəs vermək, canlandırmaq, həvəsləndirmək deməkdir. Kölgəsini qılınclamaq, düşmənçilik eləmək mənasına gəlir. Dili ağzına sığmamaqda kimsə elə bir ki, tərifləmək, bəlağətlə tərifləməyə deyəcək. Ona görə D, Y və A, yəni 24-cü cavabı A olmuş olacaq. Həmziz xəbərlərin olduğu cümləni bizdən soruşur. Baxaq. Uğur səbirin, uğursuzluq isə amansız üsyankarlığın övladıdır. İxtisar olunub. Uğur səbirin, daha doğrusu övladıdır sözü ixtisar olunub. Uğur səbirin övladıdır. Uğursuzluq isə zamanın üsyankarlığın övladıdır. Mürəkkəb cümlədir. Alimin sözündə fəzilət olur. Fəzilət və hikmət olur. Olur nə? Fəzilət, hikmət. Aha. Deməli. Burada bir dənə xəbər var. Həmziz xəbərdən söhbət gedə bilməz. Qalibiyyətimin səbəbi əzm və çalışqanlıqdır. Əzmdir, çalışqanlıqdır. İxtisar olunub, cavab C-dir. Gecənin səssizliyi və vahiməsi onun rahatlığını pozurdu. Bir dənə pozurdu. Dustaqlıqda sədaqət, ailədə isə hörmət olmalıdır. Olmalıdır ixtisar olunub. Dostluqda sədaqət olmalıdır. Ayrıca bir cümlədə ailədə hörmət olmalıdır. Bu da ayrıca cümlədir. Onun üçün düzgün cavab C variantı olmuş olacaq. Bu qədər yoldaşlar. Sağ olun, sağlıqla qalın.